bu gün Çingiz Aytmatovun Gün var əsrə bərabər romanı keçirik. Bu roman belə deyək, mənə görə deyil, ümumiyyətlə belə deyirlər, təhlildə də dünya ədəbiyyatının şah əsərlərindən biridir. Yəni bu əsər elə belə əsər deyil. Bu əsər 1980-ci ildə qələmə alınır. Yəni müasir dövrün ədəbiyyatına aiddir və Qırğız ədəbiyyatına aiddir. Dünya ədəbiyyat nümunələrində daxildir və Qırğız ədəbiyyatına aiddir. Çingiz Aytmatov Qırğız yazıcısıdır. Yaradıcılığından da bilirsiniz. Burada əsərdə xeyirlə şərin mübarizəsindən söhbət gedir, onu xüsusiyyətlə saxlayır. Bir tərəfdə xeyirdir, bir tərəfdə də şəri təmsil edənlərdir. Əsərdə deməli, yaddaşın itməyi, milli kimliyin qorunması və belə deyək, aşağı sinifdə də keçmişsiniz, manqurtluq məsələsi var əsərdə. Yəni manqurt nə deməkdir? Yaddaşın itməsi, milli kimliyin itməsi deməkdir. Yəni insan öz vətənini, öz millətini, öz xalqını tanımamaq deməkdir. Tarixini unutmaq deməkdir manqurtluq. Yəni bu əsərdə mövzu baxımından belə deyək, mövzu və ideya baxımından babından söhbət gedir. Və əsərdə yadda saxlayaq ki, hadisələr Boranlı Yedicey adlı baş qəhrəmanın bir günündən söhbət gedir. Bir günündən. Amma orada bir gündən söhbət gedir. Təxminən belə deyək də bir 300 səhifəlik bir əsərdir. Yəni orijinal variantı 300 səhifəlik bir romandır. Və bu romanda təbii ki, bizdə 11-ci sinifdə qısa şəkildə verilib və bu belə deyək, əsər də amma hissə veriblər. Yəni hər hissədən bir veriblər. Və əsərimizin özündə Boranlı Yediceyin 61 illik, yəni Boranlı Yedicey adlı bir qəhrəmanın 61 yaş var idi, onun bir günündən söhbət gedir, amma 61 illik həyat yoluna nəzər salınır. 61 illik həyat yoluna bir adamın bir günü, ona görə əsərimizin adı Gün var, yəni bir gün var. Əsrə bərabər, yəni 61 ilə bərabər də belə deyək. Ondan söhbət gedəcək. Boranlı Yedicey kimdir? Boranlı Yedicey Razyezdin yadda saxlayaq, hansısa bir dəmir yolunda stansiya, balaca bir stansiya deməlidir. Razyezdin. Orada Razyezdində işləyən fəhlədir. Bu fəhlə haqqında biraz qarşıda əsərdə geniş şəkildə danışaram sizə və əsərin qalan təhlil hissələrində ilə əsərdə danışmağım daha yaxşı olar. Əsər iki hissədən ibarətdir. Birinci hissə bunu ilə başlayır. Bu yerlərdən qatardan söhbət gedir. Bu yerlərdən qatarlar şərqdən qərbə, qərbdən şərqə doğru gedirdi. Qatarların hərəkətini göstərir. Və gecə yarısı, artıq gecədir, yəni artıq gecə keçib, gecə yarısı bir nəfər kimsə yol dəyişən o qatarın reysləri üzərində yolun dəyişir ki, qatarlar axı düşüb yol dəyişə bilməz axı. Yol dəyişən kimsə olur. Yəni yola nəzarətçi olan bir nəfər. Yol dəyişən növbətçinin köşkünə, yəni balaca bir köşkü olur, dayanır orada, post deyək də. Yol dəyişən deməli növbətçinin köşkünə bir nəfər adam yaxınlaşır gecə yarısı. Bu köşkdə duran növbətçi əsərimizin qəhrəmanı Boranlı Yediceydir. Boranlı Yedicey adlı 61 yaşlı bir nəfərdir və burada dayanıb, köşkdə dayanıb, özü də gözləyir, qatarların gəlişini izləyir ki, yeri dəyişsin, reysləri dəyişsin, yol dəyişəndir. Və bu vaxt görür ki, bir nəfər gəlir. Gələn adamın arvadı Ukubala, arvadın adı Ukubaladır, biraz isə adlar qeyri-adi gələ bilər. Yəni Qırğız adlardır bunlar, Ukubala. Arvadın adı Yediceyin, Boranlı Yediceyin arvadın adı Ukubala olur. Görür ki, bu Ukubala gəlir və əvvəlcə zənn edir ki, arvadı olduğunu zənn edir və doğrudan da zənnində yanılmır. Görür ki, arvadı gəlir. Arvadı gəlir, buna yaxınlaşır, yəni bu tərəfə yaxınlaşır və bilir ki, gecə yarısı arvadının gəlməyinin vacib bir səbəbi varmış. Niyə gecə vaxtı arvadı gəlsin? Özü arvadı bilir ki, Boranlı Yedicey özü də növbətçidir. Növbətçidir, oradan tərpənə bilməz. Çünki yəni bir dənə qatar gəldi, onun reysini dəyişmədin, qatar çıxdı getdi başqa yerə, başqa ölkəyə, başqa yerə. Ona görə yerindən tərpənə bilməz. Boranlı Yedicey yerindən tərpənə bilməzdi. Və Boranlı Yedicey görür ki, arvadı gəlib Ukubala yerindən tərpənməzdi. Çünki işin üstündə idi. Tərpənmək olmaz orada. Və sonuncu vaqon, orada kitabımızda vaqon yazıb, yəni qatar.
Sonuncu qatar gəlib keçəndən sonra orada olan nəzarətçiyə, bələdçi deyirlər, kitabımızda bələdçidir. Digər bələdçiyə işarə edəndən sonra hər şeyin qayda qanunun yerində, qaydasında olduğunu görəndən sonra Boranlı Gedgey üzün çevirdi arvadına tərəf. Üzün tutdu arvadına dedi. Arvadına dedi ki, baxın, Ukvalıya deyir. Xeyir olar. Yəni bu gecə vaxtı niyə gəlmirsən? Arvadına deyir. Xeyir olar. Arvadı dodaqaltı Ukvala nəsə pıçıldadı buna. Amma bu pıçıltını eşitmədi. Təzdən arvadına soruşdu ki, nə olub? Arvadı deyir ki, ağlayan kimdir? Qazanqap ölüb. Biraz adlar bizə qeyri-adi gəlir. Bəli, Qazanqap. Adı belədir kişinin adı. Deyir ki, Qazanqap ölüb. Qazanqapda bu Boranlı Gedgeygilin qonşularıdır. Yan qonşularıdır. Deyir, Qazanqap ölüb. Boranlı Gedgey soruşur ki, nə vaxt öldü bu kişi? Arvad da, Ukubala da deyir ki, elə indi deyir. Evlərinə getmişdim deyir. Görün bir kişiyə nəsə lazımdır deyir. Qazanqapa bəlkə nəsə lazımdır. Evlərinə getmişdim. Və getdim, gördüm ki, kişi ışıqları yanır. İşıqları yanır. Özü də deyir, oturub, uzanıb öz yerində uzanıb. Və yaxınlaşdım, gördüm ki, saqqalı nəsə bir tər dik durub. Yəni, ölüb də, yəni belə deyək. Yəni, saqqalı nəsə dik durub deyir, bir tər dik durub deyir. Və burada arvadı qəhər boğur. Yəni, arvad ağlamağa başlayır, Ukubala. Özünü saxlaya bilmir ki, yəni ölüb də kişi, onu demək istəyir. Və deyir ki, mən Qazanqapa dedim ki, qazı əkər. Qazanqapı burada qısaldıblar. Bəzən bizdə də olur da uşaqlar. Yaşlı adamlar olur, özümüzün qovum əqrabamızda da olur ki, adları uzundur deyə biraz qısaldırır. Məsələn, filan kəs dayı qısaldıb deyirsən də, əzləmə mənasında. Burada da Qazanqapın adını qısaldıb nə deyirlər? Qazı əkər. Birinci, burada da bunu da deyimsə izahlı. Əkə nə deməkdir? Əkə bizim dialektdə də, yəni bizim dialektdə də istifadə olunur, danışıqda da istifadə olunur. Əkə düzdür, biraz bizdə başqa mənadadır. Burada böyüyə deyirlər. Deyir, qazı əkə, yəni böyük qardaşa deyirlər, qırğız dilində və yaxud ağsaqqal kişilərə deyirlər. Bizdə də əkə, yəni böyüyə deyirlər, yəni biraz özün belə deyək, yuxarıdan tutan adama, varlı imkanlı adama deyirlər filan əkədir. Əkələrdəndir. Belə də deyirlər. Yəni, indi gəldi əsərə. Deyir ki, deyir, qazı əkər. Ukubala bu kişidən soruşub da, görüb ki, kişi uzanıb yerində. Yaxınlaşıb kişiyə deyir ki, dedim ki, qazı əkər, bəlkə bir isti çay gətirin. Gördüm ki, yəni, kişi ölüb. Burada Ukubala ağlamağa başlayır. Ukubala ağlayır və bu zaman bizə göstərirlər ki, Boranlı Gedgey haqqında məlumat verirlər. Mən sizə burada daha geniş məlumat verəcəm. Göstərirlər ki, Boranlı Gedgey cəbhədən qayıdandan sonra Boranlı Gedgey kim idi? Boranlı Gedgey əslində Boranlı sözü burada məntəqənin adıdır, yadda saxlayaq. Məntəqə, yəni uşaqlar, burada bir belə deyək, qatar stansiyasından söhbət gedir. Qatar stansiyasının yanında məntəqə salınıb. Yəni evlər salınıb ki, bu məntəqə nəzarət eləsinlər. Burada da məntəqənin adı Boranlıdır. Bu kişi də özü yerin adına görə götürüb, adına nə deyiblər? Boranlı Gedgey. Yəni, Boranlı sözü nəyin adıdır? Məntəqənin adı. Məntəqə birisi yerə deyirlər, qəsəbiyə deyirlər, balaca kiçik əraziyə deyirlər. Və bu Boranlı Gedgey, əsərimizin qəhrəmanı 61 yaşlı kişi, özü vicdanlı adam idi, saf adam idi, sevgi nədir bilən adam idi, zəhmətkeş adam idi. Sonra hər bir məsələ vicdan baxımından yanaşırdı. Yəni, vicdanlı adam idi bu adam. Və təcrübəli adam idi, müharibə görmüşdü, yəni dünya müharibəsində iştirak eləmişdi, 2-ci dünya müharibəsində iştirak eləmişdi, yəni müharibəni üzün görmüşdü, müharibə görmüşdü və cəbhəyə yollanmışdı və belə deyək, təbii ki, əsərimizin də baş qəhrəmanıdır, müsbət qəhrəmanıdır. Və belə bir şəxs idi. Boranlı Gedgey bizə bu məlumatı verdilər və bu vaxt göstərirlər ki, deyirlər. Əsərdə belədir ki, Ukubala bundan soruşur, ərindən. Boranlı Gedgeydən soruşur. Deyir ki, neyini yək? Yəni, nə var ya, kişi ölüb də onu deməsi, neyini yək, nə edək? Bu da deyir ki, necə neyini yək deyir. Ölə öləndə, ölü düşəndə neynirlər? Apararıq, bastırarıq. Aparıb bastırırıq da deyir. Ölüləndə neynirlər? Aparıb bastırarıq. Bunu deyir. Və sonradan bu Boranlı Gedgey arvadına deyir ki, sən mənə diqqətlə qulaq as. Get deyir burada, bu razyezdin sözün mənası yadda saxlanır. Bu Rus sözündən, yəni Rus dilindən tərcüməsidir, belə deyək.
mənası məntəqə deməkdir. Yəni qatar stansiyasında bir stansiya, kiçik bir stansiya, bir məntəqə deməkdir. Deyir ki, sən gedərsən razyezdinin rəisi Osmanın yanına, ad kimi bir dənə yerdə ad çəkilir bizim kitabda. Osmanın yanına gedərsən, deyərsən ki, Qazanqap ölüb. Qazanqap ölüb. Və ölüm qarşısında hamı necədir? Ölüm qabağında kitabda belədir. Ölüm qabağında hamı bərabərdir. Ona deyirsən ki, Qazanqap ölüb də, neyə eləməliyik? Və Qazanqap özü 44 il işləmişdi bu dəmiryol stansiyasında. Dəmiryol stansiyasında 44 il işləmişdi ölən kişi. Qazanqap onu yadda saxlayır. Deyir 44 ildir dəmiryol stansiyasında can çürüdüb bu adam, Qazanqap. Ged Osmana denən, rəisə denən. Arvad da razılaşır, arvad buna deyir ki, Ukbala. Deyir ki, bəs deyir uşaqlarına deməyək, bəs uşaqları necə olsun? Yəni Qazanqapın uşaqları necə olsun? Bəs uşaqlarına demək lazımdır axı. Bu da ona cavab olaraq deyir ki, Boranlı Gedici. Deyir, mən bilirəm ki, uşaqlarınsız olmaz, uşaqlarsız olmaz. Uşaqlarına demək lazımdır. Amma mənə qalsa, məndə ixtiyar olsa, mən uşaqlarını bura çağırmaram. Uşaqlarını demərəm də, yəni çağırmaram. Deməli, burada bunun uşaqlarında bir problem var. Bu Qazanqapın uşaqlarında bir müəyyən bir problem var. Ona görə deyir ki, mən deyir, onu deyir, məndə ixtiyar olsaydı deyir, mən onu deyir, çağırmazdım uşaqlarını. Yəni, uşaqlarını neyinirəm? Və təzdən Ukbala bundan soruşur ki, bəs deyir oğlu, deməli bu Qazanqapın oğlu var. Bəs deyir oğlu, şəhərdən gəlib çata biləcəkmi, yəni bu məntəqəyə, Boranlı məntəqəsinə? Gəlib çata biləcəkmi, bunu soruşur. Boranlı Gediciyə deyir ki, gəlib çatar. İstəsə deyir, gəlib özünü çatdırar deyir. Sırağa gün, bunu da işarə eləyərsiniz, sırağa gün deyir, mən deyir, telegram vurmuşam deyir. Stansiyada olarkən telegram vurmuşam. Telegram vurmuşam ki deyir, atan ölüm ayağındadır. Özü tez çatdır. Deməli, Boranlı Gedici oğluna telegram vurub, təcildə, telegram təcili olan şeydir. Deyib ki, atan ölüm ayağındadır. Yəni, ölür də, dur gəl. Sonra deyir ki, oğlu deyir, mən inanıram ki, gələcək. Boranlı Gediciyə deyir, mən inanıram ki, oğlu gələcək. Adın kişi qoysa da deyir. Yəni, özünə kişi deyir də bu oğlu, Qazanqapın oğlu kimdirsə, adına kişi deyir, mən kişiyəm də belə. Deyir, adını deyir, kişi qoysa da deyir, gəlib deyir, atasının dəfnində deyir, qonaq kim iştirak edəcək? Qonaq kim olub, baxıb çıxıb gedəcək, yəni baxacaq, qonaq kimi baxacaq. Yəni, bir fəaliyyət göstərməyəcək, onu demək istəyir. Deməli, bu Qazanqapın övladları naxələf övladlardır. Dar düşüncəli övladlardır, bicanəlikdir, laqeyd övladlardır. Bax, əsərin müəllifi bunları pisləyir uşaqlar. Bicanəlik, laqeydlik, bunları pisləyir. Ki, yəni, valideynə qarşı belə olmamalısan. Və burada bir dənə də cümləni deyim, yaddan çıxmamış, əslində əvvəldə deməliydim. Burada Ukbala etiraz edir ki, kişiyə bax, deyir. Kişi öldü, getdi deyil, kimsəsiz öldü, getdi deyil. Ağlaya-ağlaya deyir, bax ne? Kişi deyir, kimsəsiz öldü. Gözlərini qapatmağa deyir, bir adam olmadı. Yəni, bunun yanında bir adam yox idi. Gözlərini qapasınlar. Kimsəsiz öldü, getdi. Qazanqap. Bunu da Ukbala demişdi. Və burada, belə deyək, yekun qərarı verir Boranlı Gedici. Boranlı Gediciyə deyir ki, bəs, sən get, dediklərimi elə, sən get. Burada Ukbala gedir. Gedəndə yarı yolda bunu saxlayır, yəni Boranlı Gedici bunu saxlayır və deyir ki, əvvəlcə növbətçi Şahmərdanın yanına get. Yəni növbətçinin yanına get, Şahmərdanın yanına get. Ona denən ki, mənim yerimə adam göndərsin. Adam qoysun da, mən axı növbətçiyim axı. Mənim yerimə adam göndərsin. Sonra mən əvəzin çıxaram, artıqlaması ilə işləyərəm mən. Mənim yerimə adam göndərsin. Kişinin cənazəsi qalıb evin düzündə, biz belə deyirik də. Yəni, kişi ölüb qalıb, yanında bir adam yoxdur. Ölən yanında bir adam yoxdur. Bunu deyir və arvadı razılıq eləyir, çıxır gedir. Arvadı gedir. Bu əsərimizdə göstərilir ki, burada bizə, təbii ki, uşaqlar, burada arada əlaqə itməsin deyə mən bəzən əlavələr deyirəm ki, yadda saxlayın. Burada göstərirlər ki, bunlar gecə vaxtı gəlirlər və gəlirlər bu kişinin, belə deyək də, götürürlər və dəfn eləmək üçün hazırlayırlar kişini. Yəni, belə deyək də, yumaq mərasimi olur. Kişini yuyurlar, kəfənləyirlər və hazırlayırlar ki, kişini neynəsinlər? Kişini dəfn eləsinlər, Qazanqapı. Dəfn mərasimini hazırlaşırlar. Burada bizə bir əlavə bir məsələ verilib, onu baxın. Burada göstərirlər ki, Boranlı Gediciyin bir dəvəsi var idi.
dəvəsi var idi. Dəvəsi Qaranər idi. Adı Qaranər. Qaranər. Dəqiqə nər deyirlər də bilirsiniz. Qaranər. Deməli, dəvəsinin adına olub Qaranər. Buna niyə veriblər? Bəzən bizim 11-ci sinif dərsində də veriblər. Düşünək ki, bunu niyə veriblər? Bu Qaranərin nə əlaqəsi var? Mən sizə bütün variantdan deyəcəm əlaqəsini. Nə əlaqəsi var? Və göstərirlər ki, bu Qaranər həm belə deyək də, dəvə kimi yüyrək dəvə idi, zorlu dəvə idi, yəni yaxşı dəvə idi, dözümlü dəvə də orada zorlu yazır, zorlu yəni dözümlü dəvə idi, yüyrək dəvə idi, yüyrək yəni iti qaçan dəvə idi, bu Qaranər dəvəsi və özü də sahibi kimi Boranlı Qaranər adı ilə ad çıxartmışdı. Yəni deməli bunun sahibi də Boranlı Gedicey də həm müdrik adam olub, həm cəsarətli adam olub, baxın ha. Həm də burada dəvəni də göstərirlər ki, dəvə də xarakter baxımından belə deyək, zorlu, yüyrək dəvə olub, bu Qaranər. Bunu niyə veriblər bizdə kitabda uşaqlar? Çünki yadda saxlayaq ki, 7-ci sinifdə bizə verdikləri manqurt var ha, manqurt adlı hissə. Orada ananın mindiyi dəvənin adı Ağmaya dəvəsidir uşaqlar. Ağmaya dəvəsidir. O dəvənin nəslini, o təxminən belə deyək də, neçə yüzül əvvəl baş verib. Ona da həmin yerdə gələndə təxmini mən illərini sizə deyəcəm əlavə olaraq. O manqurt məsələsində də gəlib deyəcəm. Əslində manqurt bu əsərin bir hissəsidir. Yəni bu əsərin ardıdır. 7-ci sinifin dərsində verilən bizə. Bu əsərin ardıdır. Və burada da göstərilir ki, həmin o dəvə, Qaranər dəvəsi, ananın mindiyi Ağmaya dəvəsinin nəslindən gələndir. Bunu da belə dedim, əlaqələndirdim, bunu da yadda saxlayaq. Və burada ardıca göstərilir ki, bu kişi deməli, dəfnə hazırdır. Artıq bu dəfn edilməyə hazırdır və kimlər var? Dəfn eləməyə kimlər gedir? Birincisi, dəfn eləməyə əvvəlcə atda, belə deyək, dəvədə, at yox, dəvədə. Qaranər dəvəsində gedir, Boranlı Gedicey 1, bunu yadda saxlayaq. Bizə kitabda verənlər deyiləcəm. Sonra yedəyli traktor, yəni biz lapet deyirik də Rusunda, lapet, yedəyli traktordur və burada Belarus ekskavatordur, yəni yer qazan ekskavatordur, budur və bunların yanında da bir dənə Boranlı Gedicey, bir dənə iti də olur. İt də bunlarla gedir, yəni bunun dalıca düşür gedir. Və bunlar belə deyək, 6 nəfər adamdır. Bir də ölüdə, təbii ki, ölünü də belə deyək, büküblər, keçiyə büküblər, keçər, qarşıda keçər deyəcəmləri, büküblər, ölünü aparmağa hazırdılar. Və bunlar hara aparacaqdılar? Qazanqap ölməmişdən əvvəl vəsiyyət eləmişdi ki, məni vaxtı ilə ananın bastırıldığı yer var, Nayman ananın bastırıldığı yer var. Onun qəbristanlığında, ananın öldüyü qəbristanlıq var, Anabeyt qəbristanlığı. Məni deyir, orada dəfn edərsən. Qazanqapın arzusu olub ha. Ona görə bunlar da kişinin, deməli, tabutun belə deyək, götürürlər, cənazəsini götürürlər, hara aparırlar? Anabeyt qəbristanlığına. Və burada yadda saxlayaq ki, Anabeyt qəbristanlığı haqqında bizə məlumat, 7-ci sinifin dərsliyində olan məlumat bu hissədə verilir. Elə ki, 7-ci sinifdə manqurt adlı hissə var ha, o bu hissədən başlayır. Bu hissədən başlayır. Burada yəqin ki, bunu çatdıra bilmərəm, amma deyəcəm, elə mən 11-ci sinif əsərini danışım sizə, baxın. Deyilənə görə, həmin bunlar gedirlər, yol boyu gedirlər. Yəni, bu 6 nəfər, bir də ölü də belə deyək, indi ölü saymayaq, 6 nəfər gedirlər ki, kişini dəfn eləsinlər. Harada dəfn eləsinlər? Anabeyt qəbristanlığında dəfn eləsinlər. Ora gedirlər. Bunlar gedirlər ora və bunlar deməli getdikləri vaxtı həmin bu Nayman ananın oğlunu axtardığı yerlər var idi. Həmin yerlərdən keçib, çox uzaq yerlərə, çox uzun bir yol keçib və az qalmışdı ki, Anabeyt qəbristanlığına çatsın. Yəni, Nayman ananın vaxtı ilə bu ərazilərdə oğlunu axtarmışdı. Həmin ərazilərdən də keçirlər, çox uzaq yolda gedirlər. Və uzaq yol gedib Anabeyt qəbristanlığına az qalmışdı. Bunlar birdən qəfildən bunların qarşısına, hələ qəbristanlığa çatmırlar. Bunların qarşısına deməli belə tikanlı məftillə çəkilmiş
bir dənə çəpərə rast gəldilər, rastlaşdılar. Çəpərlə. Ki, tikanlı məftildir, hər tərəfi. Keçə bilməzlər. Qəbristanlığa hələ çatmırlar ha. Və burada hamısı çaşıb qaldı ki, bu qəbristanlığı belə tikanlı məftillə niyə bağlasınlar? Və burada əsərimizdə gedən o 6 nəfər ki, gelmişdi, sağ. Onlardan biri adı Caydaq Ədilbəy. Caydaq nə deməkdir? Orada işarə edirsiniz. Burada Caydaq bizə belə deyək, arıq, cılız deməkdir. Arıq adam, cılız adam deyirlər, Caydaq. Caydaq Ədilbəy burada sükutu pozur. Caydaq Ədilbəy deyir ki, buranın Gedicəyə. Deyir ki, Gedicəy deyir. Əvvəllər bu yerdə bu şeylər olub, yəni bu çəpərlər olub-olmayıb, tikanlı məftillər olub-olmayıb. Boranlı Gedicəy deyir ki, deməli bu yeri tanıyan Boranlı Gedicəydir. Tanıyan Boranlı Gedicəydir. Qalanların məlumatı yoxdur buradan, gəlmiblər. Boranlı Gedicəy deyir ki, birinci dəfədir ki, mən belə şeylər görürəm. Burada izi tozu yoxdur. Belə şeylər ola bilməz burada. Belə şeylər yox idi. Belə şeylərin izi tozu yoxdur. Birinci dəfədir mən görürəm burada. Belə şey ola bilməz. Və burada təzədən Caydaq Ədilbəy deyir ki, yəni o Caydaq dediyimiz cılız, arıq deməkdir. Caydaq Ədilbəy deyir ki, bəs onda bura xüsusi məqsəd üçün ayrılıb. Yəni xüsusi məqsədə görə ayrılıb. Ona görə çəpərə alınıb. Yoxsa bu qəbristanlığı niyə xüsusi belə tikanlı məftillə ayırsınlar? Ola bilər ki, bu kosmodrom üçündür. Bəlkə deyir, kosmodrom üçündür. Kosmodrom nədir? Kosmodrom, yadda saxlayaq, bu kosmosa, raketlərin, kosmik gəmilərin uçurulan bir meydançadır. Böyük bir meydança olur uşaqlar. Kosmosa ki, raketi buraxırlar və yaxud belə deyək, kosmik gəmi göndərirlər. O üçün böyük bir meydançadır, belə deyək. Həmin o meydançadır, bir meydandır və yaxud belə deyək. Və həmin o meydandır. Ola bilər deyək ki, bura kosmodromdur, ona görə çəpərləyərlər də hər tərəf. Yəqin ki, ona görə ola bilər. Və burada Boranlı Gedicəy deyir ki, ola bilər deyir, onlar ağıllarına nə gəlirsə, onu da eləyirlər. Lənət kör şeytana deyir. Yəni, biz bu kişini neyniyək? Bu zaman Caydaq Ədilbəy soruşur ki, bəs bura başqa yol varmı? Yəni, Anabeyt qəbristanlığına başqa yol varmı deyir. Yəni, biz başqa yoldan gedə bilərik, buranı bağlayıblar. Bu da deyir ki, var. Buradan sağa 5 kilometr məsafədə yol var. Bunlar yenidən yola düşürlər. Bu 5 kilometrdə qət edirlər, gəlib çatırlar bir dənə şlagbauma. Şlagbauma. Və şlagbaumun da bir tərəfində nəzarətçi postu var, post var. Postda da bir dənə çiynində avtomatı olan əskərdir, yəni saldat da veriblər bəzən kitabda. Əskərdir, yəni saldat elə Rus dilindən, Azərbaycan da əskər deməkdir də, saldatdır. Çiynində də silahı var. Bunlar yaxınlaşırlar, əskər bunları görür, həmin o postdan çıxır, bunlara əlin qoyur gicgahına, yəni gicgah budur, buna hərbi salam verir, təzim edir gələnlərə. Hərbi salam verir və deyir, kimsiniz? Hara gedirsiniz? Bunlara deyir, əskər. Boranlı Gedicəy deyir ki, oğlum deyir, bizim ölümümüz var. Bizim ölümümüz var, yəni ölən adam var. Qocalarımızdan biri rəhmətə gedib, yəni qocalardan bir iki ölüb. Onu qəbristanlığımızda, bizim qəbristanlıqda dəfn eləmək üçün gedirik. Yəni məqsədimiz budur ki, dəfn eləyək, bu kişini dəfn eləyək. Yəni məqsədimiz budur. Biz buna görə gedirik. Baxın, məqsədin deyir burada, buna görə gedirik. Burada əskər ciddi, biraz da ciddi görkəm alır, deyir ki, bax, sizin buraxılış vərəqəniz yoxdursa deyir, olmaz. Görün, buraxılış vərəqəsinə baxın, nə qədər vacib imiş. Buraxılış vərəqəsi. Burada da bırak deyir, sizin buraxılış vərəqəniz yoxdursa olmaz. Nə buraxılış vərəqəsi? Yenidən Boranlı Gedicəy deyir ki, oğlum deyir, bizim deyir, ölümümüz var da deyir, ölən var. Bu öləni geri qaytarmaq olmaz deyir. Ölüb bu kişi. Mərhumu geri qaytarmayaq deyir. Biz deyir, dəfn eləyək, kişini dəfn eləyək, qaydaq. Mərhumu dəfn eləyək, qaydaq da. Yəni, bizim orada nə işimiz var? Əskər burada yenidən deyir ki, olmaz. Bura qorunan ərazidir. Yəni, bura giriş olmazsa, qorunan ərazidir. Əskər sözün deyir. Və bu vaxtı, bunlar gedən adamlar içərisində Qazanqapın oğlu da var idi. Naxələf oğlu var idi. Dar düşüncəli, kitabımızda dar düşüncəli yazıb. Dar düşüncəli oğlu vardı. Oğlunun adı Sabitcan. Adı belə gedir. Sabitcan.
Və həmin oğlunun adını yadda salın, Sabitcan. Sabitcanla təsəvvürün dəfn mərasiminə gedib, boynunda da qalışdıq. O da təsəvvür ki, sarı özəl çöllərdə gün vurur. Gün nətərdir orada. Boynunda da qalışdıq. Dövlət adamı da belə deyək. Boynunda qalışdıq və burada Sabitcan buna deyir ki, baxın, orada məsələ deyir. Gəlir, əsgərin qarşısında deyir ki, mən deyir, vilayət həmkarlar şurasındayam. Şurasındanam. Yəni vəzifədə işləyirəm də, həmkarlar şurasında işləyirəm. Onu demək istəyirdi. İndi keçmək istəyir özü. Deyir, mənim nə var ki, mən keçəcəm də belə deyir. İndi güya özünü təqdim edir. Ki, yəni mən keçmək istəyirəm, keçmək istəyir. Keçmək istəyəndə, əsgərin əlində belə deyir, çiynində silah var axı. Deyir ki, olmaz. Sabitcan belə deyir təzədən. Qazanqapın oğludur Sabitcan. Deyir ki, necə olmaz deyir. Necə olmaz? Mən deyir, həmkarlar şurasından gəlmişəm deyir. Necə olmaz? Əsgər də deyir ki, hardan gəldiyin, qətiyyən mənə adiyyət yoxdur. Hardan gəlmişsən də. Bu deyir, necə qətiyyən sənə dəxli yoxdur? Sabitcan deyir. Əsgər də bana deyir ki, olmaz deyir. Bura xüsusi qorunan ərazidir. Yəni olmaz da. Bunu deyir ki, yəni olmaz. Burada yenidən Boranlı Yedigey istəyir ki, yəni aranı biraz belə deyək, sakitləşdirsin. Yəni xoş dillə icazə alsın. Deyir ki, oğlum əsgərə deyil, məni bağışla deyil, məni bağışla deyil. Bu deyir, vəfat edən mərhumu neyniyə deyir? Kötük deyir ki, kötük yəni ağacın, yəni o kötük hissəsi, alt hissəsi. Deyir, kötük deyir ki, deyir, ataq çıxar gedər. Vəfat edib də bu adam. Kötük deyir ki, ataq çıxar gedər deyir. Və əsgər qəti şəkildə bunlara xəbərdarlıq eləyir ki, olmaz. Yəni qəti şəkildə olmaz. Yəni icazəm yoxdur. Özü də deyir ki, qəti şəkildə olmaz, icazəm də yoxdur. Burada Sabitcana baxın uşaqlar. Sabitcan əslində burada tənə eləyir. Sabitcan tənə eləyir. Belə Sabitcan necə tənə eləyir? Tənə eləmək bilirsə, yəni sataşmaq, istehsalı demək. Tənə eləyir ki, nə oldu sizin bu ana beyt qəbristanlığınız? Deyiriz, ana beyt qəbristanlığı, ana beyt qəbristanlığı. Amma tüpürür burada, əsəblə tüpürür Sabitcan. Bu təsəvvürün, cəmaat bunun belə deyir də, orada gələnlər bunun atasını dəfn eləməyə görə gəlirlər. Bu da belə deyil. Və burada Sabitcan yaxınlaşır burada, belə deyil, Caydaq Ədil bəyin yanına. Caydaq Ədil bəyin yanına yaxınlaşır və Caydaq Ədil bəy deyir ki, baxın, sözə baxın, bunun atasıdır. Buna baxın. Deyir, nə fərqi var? Bayaqdan deyir, ana beyt qəbristanlığı deyirsiniz deyir. Nə fərqi var deyir. Öləni deyir, harada quyuladırsan quyulatda deyir. Quyulatmaq yəni turlayıb atmaq. Bax, bu Sabitcanda uşaqlar yadda saxlayaq. Sabitcanda müasir manqurt idi. O əsərimizdə 7-ci sinifin yəni dərsində verilən manqurt əslində bu əsərin bir hissəsidir. Orada olan oğlanı, jolamanı necə məcbur manqurt eləmişdilərsə, amma Sabitcan burada özü manqurt olmuşdu. Kendi kendiliğinden manqurt olmuşdu. Bu. Belələri, öylən deyir, yəni biz belə deyirik, sən dədön deyir bu. İndi baxın, bu belə deyir, Sabitcan deyir, Caydaq Ədil bəy. Deyir, hara quyurladırsan deyir, quyurlat, at geçsin də deyir. Nə fərqi var deyir öləni. Buna deyir. Burada Caydaq Ədil bəy buna heç nə demir. Nə deyəcək buna? Öz dədəsi haqqında dediydi. Və Caydaq Ədil bəy gəlir burada, təzdən əsgərin yanına, burada. Əskərə yaxınlaşır postun yanına, deyir ki, əskərə, mən də deyir, özüm deyir, xidmət eləmişəm. Mən də qayda qanunlarda mənim də başım çıxır. Burada telefonunuz var, burada. Deyir ki, əskər deyir ki, əlbəttə var, telefon var. Deyir, o telefonu götür, əskərə deyir. Özündən deyir, böyük keşik rəisinə, rəisə deyir zəng elə. Rəisə zəng elə ki, yerli cəmaat gəlib, yerli xalqdan gələn var. Ölüləri düşür. Onu bastırmaq üçün icazə ver. Ana beyt qəbristanlığına keçmək üçün icazə ver. Bu əskər gedir, uşaqlar, telefonu alır, qoy qulağına, əskər. Və qapı açıq olduğuna görə Boranlı Yedigeydə bunların danışığını eşidir. Deməli, Boranlı Yedigey qapıdan kənardadır. Həmin o postun içində əskərdir, bir də Caydaq Ədil bəydir. Və burada danışır. Danışır ki, cənab leytinat, eşidirsiniz? Əskər deyir. O da deyir ki, yəqin ki, deyir ki, eşidirəm. Deyir ki, bəs yerli cəmaatdan gələn var, ölülər var. Oradan leytinant bundan soruşur ki, rəis bundan soruşur ki, neçə nəfərdir? Bu deyir 6 nəfərdir, ölü ilə bir yerdə 7 nəfərdir. Bunlara icazə verirsən, vermirsən,
Orada leytinant deyir ki, yox olmaz. Buna icazə verilmir. Və buradan Caydaq Ədil bəy həmin o postdan qanı qara çıxır. Yəni qanı qara çıxır və bunu Boranlı Gedgeydə hiss edir və eşidir. Qapı açıq olduğuna görə eşidir. Və Caydaq Ədil bəy gəlir deyir ki, icazə verilmir, amma keşik rəisi leytinantdır. Özü gəlib sözü sizə deyəcək. Nəsə söz var, gəlib deyəcək. Bunlar düz günorta 3-ə qədər gözləyirlər. Günorta 3-ə qədər gözləyirlər. Halbuki, buna baxın, bunlar belə sübh tezlərindən belə deyək də çıxmışdılar ki, sübh tezlərindən çıxmışdılar ki, gedib bu Qazanqapı dəfn edəcəklər. Özləri də qaydacaqlar dəfində, ehsanda, dəfindən sonra ehsanda iştirak edəcəklər. Yad edəcəklər də Qazanqapı. Hörmətlə yad edəcəklər. Dualar oxuyacaqlar şəhəninə. Ona görə belə fikirləşirlər, amma artıq təsəvvürün ki, ölü nə vəziyyətə düşər? Özdə isti hava, çöllük, açıq çöllük və günorta saat düz 3 olur. Və bu vaxtı leytinant, keşik rəisi, leytinant Tansikbayev gəlir. Adı Tansikbayevdir. Tansikbayev gəlir, Yaxşılagbamın bir tərəfində belə edir, baxın. Deyir ki, o kənar adamlar kimdir? Kənar adamlar kimdir? Yəni, qıraqdan gələn adamlar kimdir? Burada Boranlı Gedgey irəli yeriyir, Boranlı Gedgey irəli yeriyir və burada qırğız dilində danışır. Özdə qırğızca bir-iki söz deyib yadda saxlayın, orada kitabda da oxuyarsınız. Orada deyir ki, biz Bozgoy Karagım. Orada belə deyir. Ardından da qırğızca deyib uşaqlar, kitabda da oxuyarsınız. Biz Bozgoy Karagım. Qırğız dilindədir, yəni qədim türk dilindədir də belə deyir. Türk dilindədir. Bu söz cümlələrlə qırğızca deyir. Çünki Boranlı Gedgeydə qırğız idi. Gələn leytinant Tansikbayev də qırğız idi. Eyni millətdən idi. Görək Tansikbayev nədir? Deyir ki, yoldaş kənar adam. Buna bax, ne? Öz millətindir də, öz millətindir, amma sən nə adlandırır? Kənar adam. Deyir, yoldaş kənar adam. Mənlə rusca danışın deyir. Mən vəzifə başındayam. Nə vəzifə başı? Sən burada bir çöllükdə kim vəzifə axtarır? Belə deyək. Deyir ki, mən vəzifə başındayam. Leytinant Tansikbayev deyir. Mənlə rusca danışın. Və burada da bir təhlillə bağlı məsələni deyim. Bu, yəni kitabımızda artıq belə deyək də, 11-ci sinif dərsində göstərilir ki, ikinci manqurt var, müasir manqurt. Biri Sabitcan idi. Sabitcan özü ailədə böyüməmişdi, internat evində böyümüş uşaq idi. Dar düşüncəli bir uşaq idi. Bicanə, laqeyd uşaq idi. Bir də yadda saxlayaq, leytinant Tansikbayev özü qırğızdır, amma öz vətəndaşlarına kənar adam adlandırır. Özü deyir ki, mənlə hansı dildə danışın? Rusca. Əsərimizdə 11-ci sinif dərsində 2 dənə müasir manqurt var. Bu manqurtlar bizim o 7-ci sinif dərsində olan manqurtdakından fərqi nədədir? O jolamanı məcbur eləmişdilər. Qədimdə yaşayan manqurtu məcburan manqurt eləmişdilər. Başına dəvə dərsi keçirmişdilər. Amma bu 2 manqurt könüllü özləri manqurt idi. Baxın ha, faciə bax buradaydı uşaqlar. Əsərimizdə əsas məsələlərdən biri budur ki, belə şey olar. Bunlar müasir manqurtlar, deməli, manqurtlaşmaq hələ də gedir. Manqurtlaşmaq hələ də gedir. Davam edir. Müasir zamanında da onu müəllif göstərmək istəyir. Və bunun davamını danışaq. Davamda göstərilir ki, əsərimizdə həmin o, belə deyək də, leytinant Tansikbayevin özü də etiraz edəndən sonra Boranlı Gedgey bilir ki, bu işdən heç nə alınmayacaq. Və başlayır əsəbləşməyə. Amma əsəbin güclə saxlayır ki, axı biz mərhumu dəfn eləməmiş, yəni əsəbimi niyə pozmalıyam? Mərhumu dəfn eləməliyik, axı əsas işimiz odur. Yəni onu dəfn eləməliyik. Amma görür ki, leytinant Tansikbayevdən da heç bir nəticə hasil olmayacaq. Bu zaman Sabitcan, Qazanqapın oğlu Sabitcan, müasir manqurt. Bu deyir ki, baxın, deyir, nə oldu deyir, bunlara deyir, təni ilə deyir. Nə oldu deyir, ağzınızdan vurub dara qaytardılar deyir sizi. Nə oldu? Ağzınızdan vurub dara qaytardılar, döyülmüş it kimi deyir, indi geri qayıdırsınız, bunlara deyir. Burada olanlar var. Bu məqamda, burada əyyaş kürəkən olur uşaqlar. Əyyaş nə deməkdir? Əyyaş içkiyə alıda olan, çox içən adama əyyaş deyirlər. Əyyaş kürəkənlər olur. Əyyaş kürəkən burada deyir ki, buna cavab olaraq Sabitcana. Deyir ki, baxın,
Sən deyir, aramızda it varsa deyir, it elə sən özünsən deyir. Aramızda it varsa elə it özünsən sən. Sənin onlardan, yəni bu Leytenant Tansikbayevcidən, sənin onlardan deyir, nə fərqin var? Deyir, bir dənə copun var. Biz adı danışda haqq deyirik. Kitabımızda deyir, sənin bir copun var deyir. Deyirsən, mən dövlət adamıyam. Heç deyirsən, adam da döysən. Bu cümlələri yadda saxlayar, kim kimə deməklərin. Bu sözü Sabitcana deyən əyyaş kürəkən var, hətta üstünə də cumur buna. Vurmaq istəyir, üstünə də cumur. Və burada sakitləşdirirlər və Sabitcan yenidən əmr verir ki, nə durmusunuz deyir bunlara. Nə durmusunuz? Traktorları işə salın, cəhənnəm olaq gedək deyir. Cəhənnəm olaq gedək. Və burada yadda saxlayaq, əsərimizin birinci hissəsi bitir. Gəldik əsərimizin ikinci hissəsinə. İkinci hissədə göstərirlər ki, əsərdə ikinci hissənin əvvəlində göstərilir ki, burada qabaqda traktora minənlər, yedəkli traktorluqda, traktora minənlərdir. Sonra ardıcan, bunların ardıcan dəvəli adamdır. Dəvəli adam da dedikləri Boranlı Yergeydi və bunların da ardıcan bir dənə it atdan gedir. Yəni Boranlı Yergeyin itdir, bunlar gedirlər. Bunlar gəlirlər hara? Sarı özək yollarından hərəkət edirlər, yəni geriyə doğru hərəkət edirlər və gəlib çatırlar Malakumdıçapa. Adına baxın, Malakumdıçap birləşdirək, Malakumdıçapa. Bu Malakumdıçap yarğanına çatırlar. Yarğan sözündən Azərbaycan dilində də bilirsiniz ki, torpağın yarılmış hissəsinə deyirlər, düzəltmə sözü idi. Yarğan düzəltmə sözdür, torpağın yarılmış hissəsinə deyirlər. Yarılmış hissəsinə deyirlər torpağın. Belə deyək, uçqun hissəsinə deyirlər. Malakumdıçap yarğanına tərəf hərəkət edirlər. Və yarğanın gədiyinə çatanda, gədiy sözün mənası kitabda işarə eləyərsiniz uşaqlar. Mənası keçid yol, dar yol deməkdir, keçid yolu. Həmin o Malakumdıçap yarğanının gədiyinə çatanda qəfildən tormuzlayıb saxlayırlar maşını. Maşınları saxlayırlar. Ekskavatorda, traktorda saxlayırlar. Orada kabinədən, yəni traktorun kabinəsindən başını çıxardır, Sabitcan deyir ki, nə var, nə olub? Belə qışqırır. Yedigey deyir ki, motorları söndürün. Yəni maşınları söndürmək lazım, söndürün. Burada saxlayaq, maşınları burada saxlayaq. Biz bu yerdə dəfn edəcəyik. Yəni burada dəfn edəcəyik. Bu kişini, yəni mərhumu Qazanqapı burada dəfn edəcəyik. Və burada Sabitcan əsəbləşir. Sabitcan əsəbləşir, deyir ki, bəsdir deyir, ələ saldığın deyir. Bəsdir ələ saldığın. Özüm aparıb deyir, kişini Razyezdində dəfn edəcəm. Bax ona, görün atasını arada dəfn edir. Razyezdin demişdi yaxı, dəmir yol vağzalında, dəmir yol stansiyasıdır. Stansiyada adam dəfn edirlər. Oradan hər gün nə qədər adam keçir, qatarlar keçir. Orada adam dəfn edirlər. Deməli, bu həqiqətən öz tarixin unudur. Öz mənliyin, keçmişin unutmuş adamdır. Bu əlbəttə elə olacaq. Adətləri unutmuş adamdır, mənliyin unutmuş adamdır. Ona görə manqurtdur. Sabitcan, müasir manqurtdur. Bunu deyir ki, mən özüm deyir, Razyezdində deyir, bastıracam. Bunu deyəndən sonra Boranlı Yergey deyir ki, Sabitcan deyir, qulaq as deyir, ata sənindir. Amma deyir, bizim bununla mübahisəmiz ola bilməz. Yəni, sənin atanda biz deyirik, sənin dədöndür, biz demirik, sənin atandır deyir. Buna mübahisəmiz ola bilməz. Mübahisə yoxdur burada. Amma deyir, bizi deyir, qınyarlar deyir. Biz heç harda görülüb ki deyir, dəfn olunmağa aparılan adam, bastırılmağa aparılan adam geri qaytasın, yəni ölü geri qaytasın. Harda görülüb? Biz bu biabırçılıqdan deyil, heç vaxt qurtula bilmərik. Bu səsküyə, o bayaq demişdi ya, ümumi 6 nəfər idi, qalan o 4 nəfər də düşür, kabinədən düşürlər, traktordan, ekskavatordan düşürlər. Düşənlər kimlər idi? Burada adlarını demişdi. Caydak Ədilbəy idi, sonra traktorçu Cumalində yadda saxlayır, traktorçu Cumalində düşür, Əyyaş Kürəkəndə. Bunlar düşürlər ki, görək buna niyə traktor, niyə dayandı, nə üçün dayanıblar bunlar? Bunlar düşürlər. Düşəndən sonra Boranlı Yergey deyir, igidlər, bunlara müraciət edir, igidlər qulaq asın, insan adətlərini pozmayın. Bunların sözünə baxın, müdürçülüyünə baxın. İnsan adətlərini pozmayın deyir. Təbiətə qarşı çıxmaq olmaz deyir.
Biz deyir kişini dəfn eləmək üçün apardığımız kişini geri qaytara bilmərik də, yəni evə qaytara bilmərik. Bizə nə deyərlər deyir. Belə şey heç yerdə görülməyib deyir. Biz kişini bu yerdə dəfn eləməliyik. Özü də deyir, bu yerlər deyir, vaxtı ilə deyir, Nayman ananın oğlu üçün ağı dediyi, oğlunu oxşadığı yerlərdir. Ağı dediyi və oğlunun neynədiyi, oxşadığı yerlərdir deyir bu yerlər. Marakunduçap da yəni bu yer. Marakunduçap da deyir, sarı özək torpağı sayılır. Gəlin bunu harada dəfn eləyək? Burada dəfn eləyək deyir. Gəlin bunu burada dəfn eləyək. Belə deyir. Və heç hamı burada fikirləşir ki, yəni nə deyəcək burada? Görürlər ki, kişi düz deyir. Çünki artıq geriyə indi saat da görün neçə olub. Yəni bayaqlar saat demişdi ki, o Leytenant Tansikbayev gəndə 3 idi, indi artıq görün nə vaxtdır. Artıq bir günə yaxındır ki, kişi, yəni meyti qalıb ki, bunu dəfn eləmiblər. Bunu deyilir və burada əvvəlcə hamı sükunət olur, yəni sakitçilik olur. Və sakitçilik olandan sonra burada Boranlı Yedgey, yəni qərar verirlər ki, harada dəfn eləyəcəklər burada və bu sükutu pozan traktorçu Cumali olur. Cumali deyir ki, mən vəzifəm nədir? Mənim vəzifəm yeri qazmaqdır, çalanı qazmaqdır. Özdə necə qazmaqdır? Dərin qazmaqdır. Mən gedirəm qazmağa. Axşam düşdü, kim qazacaq? Belə deyir Cumali, traktorçu Cumali. Deyir, mən gedirəm qazmağa. Və gedib uşaqlar bu qazırlar və qazandan sonra göstərilir ki, Boranlı Yedgey durub başda, digər nəfərlər də 5 nəfər də yanındadır və kişini qazdıqları çalanın qırağında qoyublar. Özü də nəyə büküblər? Keçəyə, keçə. Keçə nədir? Keçə uşaqlar yun, qalın yuna deyirlər. Bizdə bəzən yun, ədyala deyirlər. Keçə, qalın, yundan. Ona büküblər kişini və kişini də qoyublar xərəyin içinə. Xərəy də bu hospitallarda olar, xəstələri daşımaq üçün olar. Xərəyin içinə qoyublar və onu da qoyublar qəbrin bir tərəfinə, çuxurun bir tərəfinə. Və burada dualar eləyir. Kim? Boranlı Yedgey. Boranlı Yedgey duasına baxın. Deyir ki, ilahi, Allaha müraciətlə deyir dediklərini. İlahi deyir. Əcdadlarımızdan deyir, əcdadlarımızın yolu ilə gedirəm. Yəni, əcdadlarımızın qoyduğu adət ənlərlə, onların yolu ilə gedirəm. Və öyrəndiyim müqəddəs kitablardan öyrəndiyim dualarımı qəbul edirsənsə deyir, mənim də sözlərimi qəbul et. Qazanqapının vəsiyyəti idi ki, onu Nayman ananın qəbristanlığında, dəfn olunduğu yerdə, Anabeyt qəbristanlığında dəfn olunsun deyir. Amma deyir, biz onu orada dəfn eləyə bilmədik. Onu deyir, dəfn eləyə bilmədik və burada dəfn eləmək istəyirik. Və bizi də deyir, göydə, Allah'a müraciətində deyir, bizi isə göydə deyir, ağ çalağan quşu seyr edir. Çalağan sözünün mənası yırtıcı quş, belə yadda saxlayın. Bizi deyir, ağ çalağan quşu seyr edir deyir. Ey Allah, varsansa, kitab cümləsində özünüz oxuyarsınız. Allah'a müraciətində deyir. Boranlı Yedgey, Allah deyir, varsansa deyir, günahlarımızı bağışla, günahlarımızdan keç deyir. Qazanqapı deyir, Qazanqapın deyir. Həqiriniz, kitab cümləsi deyir. Həqir yəni yazıq, çox kasıb adama deyirlər, həqir. Həqiriniz Qazanqapı da deyir, bağışla. Onun ruhuna rahatlıq verir. Onun ruhuna deyir, rahatlıq verir. Bunu da deyir. Onu da yadda saxlayaq. Onun ruhuna rahatlıq verir. Qazanqapın ruhuna rahatlıq verir deyir. Və ardıcanda yenə öz duasını davam elətdirir. Bəli. Öz duasını davam elətdirir ki, Qazanqapın ruhuna da rahatlıq verir və bizim deyir bu işimizə də deyir. Biz deyir, əlimizdən gələni etdik. Əlimizdən gələn nə var isə etdik deyir. Qalan iş deyir, Allaha deyir ki, qalan iş sənin öz işindir. Yəni biz əlimizdən gələni etdik, qalan iş sənin öz işindir. Və sonradan öz arzusunda deyir. Boranlı Yedgey öz arzusunda deyir. Deyir, məni deyir, istəyim odur ki, deyir, məni də deyir, burada dəfn eləyəsiniz deyir. Qazanqapın yanında dəfn eləyəsiniz. Mənim arzum budur deyir, mən də istəyim budur deyir. Məni bu yerlərdə dəfn eləyəsiniz. Mən deyir, istəyərdim ki, mən öləndən sonra mənim ruhum, eşitmişəm ki, deyir, doğrudursa əgər deyir, ruhlar, insanın ruhu öləndən sonra digər canlılara keçir. Mənim ruhum niyə qarışıq olsun deyir. Mənim ruhum deyir,
Quyruq çalağan olsun deyir. Niyə? İndi niyəsinə baxın. Yırtıcı olduğuna görə demir ha. Deyir, mən deyir, bu gözəl yerləri, gözəl diyarımı seyr eləyim. Bu diyarımdan doymayım. Deməli, bizim Boranlı Yediqey həm də vətənpərvər idi, öz vətəni sevən adam idi. Görün, nə deyir ha? Bizdə olsa çöllü idi, deyirsən, bu çöllüyü neyinirəm? Görün, nə deyir Boranlı Yediqey? Mən deyir, çalağan olurum, yırtıcı hər kəsi yeməyinə görə demir. Deyir ki, mən deyir, çalağan olum deyir, seyr eləyim deyir. Bu gözəlliyi deyir, diyarımı seyr eləyim deyir, doymayın bundan. Sonra Allaha müraciətdə deyir ki, ey Allah deyir, bizə fərəc ver. Kitabımızda belə düşərlər, fərəc ver, özüm bilərəkdən deyirəm ki, kitabda da öyrənərsiniz. Fərəc vermə sözün mənası, yəni bizim işimizi rahatlaşdır deməkdir. Odur, bizə kömək et deməkdir, fərəc vermə sözün mənası. Bizə fərəc ver. Və kişini, deməli, dəfn eləyirlər və kişini dəfn eləyirlər. Hərəsi bir ovuz torpaq atır bunun, deməli, məzarına, belə deyək, üstünə torpaq atır və ardıcan bellə, kürəklə, bel yəni lapatka deyilir də Ruscası, bellə, kürəklə torpaq atırlar və sonradan da həmin bu traktor da gəlir, ekskavator da gəlir və bütün olan torpağı tökür qəbrin üstünə və bellə də həmin o qəbri düzəldib sahmana salırlar. Düzəldirlər, yəni qəbrin üstünü düzəldirlər. Yadda saxlayaq, əsərin təhlilində verilir. Burada qədim türklərin, yəni türklərin, ümumiyyətlə türklərin dəfn ayinlərindən bəhs olunur. Çünki yəni dəfn ayini necə keçirilir? Doğrudan da elə bilin ki, bizdəki kimdir? Bizdə daha çox Quran oxunulur, belə deyək. Dəfn mərasimin göstərirlər. Buna ayinlər deyirlər, ayinlər sözünü yadda saxlayın. Türk ayinlərindən bəhs olunur. Və ardıcan, hətta burada Boranlı Yediqey ağ çalağan quşu, başının üstündə ağ çalağan quşuna da baxır orada, həsrətlə baxır, bir ah da çəkir. Və ardıcan göstərilir ki, bunlar dəfn edəndən sonra bunlar artıq geriyə qayıtmaq istəyirlər və bu zaman Boranlı Yediqey Sabitcanın yanına yaxınlaşır, deyir ki, səninlə bir məsələ barədə danışmaq istəyirəm, söhbət etmək istəyirəm. Sabitcan da deyir ki, buyur. Sabitcana deyir ki, biz bu qəbristanlıq işin, yəni Anabeyt qəbristanlıq işin neyniyək? Cavab olaraq buna deyir ki, yəni Boranlı Yediqeyə, Sabitcan Boranlı Yediqeyə deyir ki, necə neyniyək deyir. Plan var deyir, ləğv eləyəcəklər. Yəni qəbristanlığı ləğv eləyəcəklər, plan var, plandır, ləğv eləyəcəklər. Boranlı Yediqey isə buna deyir ki, sən deyir, mənə kömək elə, danışmaqda kömək elə. Çünki təhsilli idi. Boranlı Yediqeyin heç orta məktəb təhsili yox idi, yadda saxlayaq. Müdrik adam idi. Amma heç orta məktəb təhsili belə yox idi. Boranlı Yediqeyin. Bunu xüsusi yadda saxlayın. Amma gör nə deyir? Sabitcan oxumuş adam idi, yəni Həmkarlar Şurasında üzv idi. Deyir ki buna, sən mənə danışmaqda kömək eləyəsən, elə günü sabahları gedərik böyük rəisin yanına. Yəni bunların da hamısını, bu Leytenant Tansikbayevin də özünün də rəis var. Gedərik o rəisin yanına, gedib danışarıq. Axı deyir, ola bilməsin ki, Anabeyt qəbristanlığı deyir, tamamilə yerlə yeksan olsun. Bu ola bilməz deyir. Axı bu bizim tarixdir. Baxın ha, qəbristanlığa baxın. Bizlər olsa deyirsən, dağıtırlar çıxıb görsünlər, burada qəbristanlıq olar. Bizlərdə elə olardı, amma bu olmaz. Bir qəbristanlıq insanın tarixidir, tarixi keçmişidir, tarixi keçmişdən hörməti deyil. Bunları yadda saxlayaq. Bu əsər də bizə çox şey öyrədir. Və əsəri davam edeyim, az qalıb. Və əsərin ardında göstərilir ki, deyilir ki, bu həmin bu Leytenant Tansikbayevlə Sabitcan manqurtu idi, təbii ki manqurtular və Sabitcan bir daha manqurtluğunu burada sübut edir. Və təzdən baxın, deyir ki Sabitcan, mənim deyir öz işim, öz ailəm, öz yerim var. Öz işim, öz ailəm, öz işim var. Yəni öz ailəm var, öz uşaqlarım var, öz işim var deyir. İndi deyir, sən istəyirsən ki, Sabitcan deyir, buradan zəng eləsinlər, zəng çalsınlar, kitabda belədir, buradan deyir, zəng çalsınlar deyir. Kitab cümlələrini deyirəm. Mən də deyir, dalıma təpiy vursunlar deyir, məni işdən çıxarsınlar deyir. Sən bunu istəyirsən? Çox sağ ol deyir. Çox sağ ol. Yəni mən səndən işim qutardım, onu demək istəyirdim. Buna çox sağ ol nə deməkdir? Yəni, mən səndən işim bitir. Bunlar Sabitcan deyir. Və Boranlı Yediqey də dəhşətə gəlir
və peşman olur ki, bu sözləri ona niyə görə dedi? Bildi ki, Sabitcandan heç nə əmələ gəlməyəcək. Və hamısı hazırlaşır maşınlara minəndə, Boranlı Yediyeyi də gözləyirlər, amma Boranlı Yediyeyi deyir ki, siz gedin, artıq camaat gözləyir, ehsan var, gedib çatmalısınız da, artıq gelişmişik, gedib çatmalısınız. Mən nə ilə? Dəvə ilə. Dəvə üçün hər yerdə yol var, gedin. Bunlar gedirlər. Bunlar gedəndən sonra Boranlı Yediyeyi fikirləşir ki, mən neyniyim axı? Mən neyniyim? Əvvəlcə peşman olur ki, mən niyə görə bu cümlələri, bu məsələni Sabitcana demişəm? Niyə görə mən demişəm? O adam deyildi. Mən ona niyə demişəm deyir. Peşman olur. Təəssüf hissi keçirdir. Və yadda saxlayaq, burada manqurt adlandırır. Kim? Biri var, əsər boyu biz adlandırar. Amma bir də ki, burada Boranlı Yediyeyi deyir. Və Boranlı Yediyeyin fikrinə görə, Boranlı Yediyeyi fikirləşirdi ki, axı Sabitcan oxumuş adam idi, savadlı adam idi. Həmin o rəislərlə dil tapa bilər, ona görə buna deyildi. Amma həmin bu Sabitcana haqqında deyir ki, özü də qəzəblə pıçıldayır. Deyir, manqurtsan, xalis manqurtsan. Buna deyir, Sabitcan haqqında deyir ki, sən yəni manqurtsan da. Və yekun qərara gəlir ki, getsin, Boranlı Yediyeyi yekun qərara gəlir ki, getsin həmin o şlaqbaumun yanına, ya kiminsə nəzarəti altında böyük rəisin yanına getsin, sözünü ona desin, ya da təkid eləsin ki, böyük rəisləri gəlsin bunun yanına. Və bu da üzünə qarşı sözünü desin, ürəyində olan sözü desin. Və burada Allaha təvəkkül edir. Ən gözəl sözlərdən biridir. Allaha təvəkkül. Allaha təvəkkül nə deməkdir? Bunu unutmayın. Həmişə dilinizdə işlətməyinizi tövsiyə edirəm. Allaha təvəkkül nədir? Baxın, bizim elə hazırlığımız da əslində onun üzərində qurulub. İnsan həyatı onun üzərində qurulub. Allaha təvəkkül odur ki, işi özün görürsən, qalan hər şeyi Allaha həvalə edirsən. Təvəkkül bu deməkdir. Bax, bundan nailiyyət olur. Bu mükəmməl sözlərdən biridir. Ən çox sevdiyim ifadələrdən biridir. Allaha təvəkkül. İşi özün görürsən, sözə baxın, amma ardın Allaha həvalə edirsən. Yəni, işi görməlisən, amma hökmü verən Allahdır. Yəni, bu mükəmməl sözlərdən biri, çox dayanmayacam bunu sizə, Allaha təvəkkül edir Boranlı Yediyeyi. Və ardıcan da deyir ki, əgər itin ağası varsa, yəni atalar söz işlədir, itin ağası varsa, qurdun da Allahı var. Və üst tutur həmin o şlaqbaum tərəfə getməyə. Bu vaxtı havada nəsə olur. Və görür ki, dəhşətli bir alov saçdı və alov püskürərək göyə sancıldı. Yəni, məcaz işlədim, mən elə məcazı dedim sizə. Və ardıcan bir də raket atıldı. Yenidən ikinci raket atıldı. Üçüncü raket atıldı. Ardıcan biri də atıldı. Yəni, davam edir raketlər. Və buradan həm, belə deyək, dəvə, bunun qaranər dəvəsidir, həm özü, kitabımızda belə yazıb, adam, dəvə və it dalları ilə baxmadan qaçırdılar. Başlayırlar bunlar qaçmaqda qorxudan, hürküb də, və heyvan hürkürsə, bunlar başlayırlar qorxudan qaçmağa. Yəni, bu raketlər kosmodromdan atılmışdı, bayaqları demişdik. Bir yerlər kosmodrom yeridir. Bunlar başlayırlar qaçmağa. Bu vaxtı Boranlı Yediyeyi hiss edir ki, elə bilir ki, vaxtı ilə manqurt oğlu tərəfindən öldürülmüş, Nayman ananın başından düşən ağ yaylıqdan əmələ gələn bir ağ quşu görür. Və həmin o ağ quş onun yanıyla uçurdu. Bir dənə burada haşiyə çıxaq, təhlillə bağlı deyim, sonra əsərə qaydırıq, bitirik, az qalır. Burada nədir? Əslində burada müəllif göstərir ki, düzdür, Boranlı Yediyeyi məqsədinə çatmadı. Yəni, o Anabeyt qəbristanlığını xilas eləmək istəyirdi. Belə deyə də məqsədinə çatmadı. Amma burada müəllif ağ quş məsələsini göstərməklə onun nikbinliyi göstərir. Bunu unutmayaq. Göstərir ki, gələcəyə nikbinlə baxmağa məqsədə uyğundur. Yəni, gələcək nikbin olacaq. Bu nikbin sözünü unutmayın. Bax, bu ağ quş məsələsi buradadır. Qaydar əsər bizə. Deməli, Boranlı Yediyeyi qaçır, elə zənn edir ki, bununla yanaşı ağ quş da uçur. Və ağ quş uça-uça deyirdi. Adın kimlərdəsən? Adın nədir? Adını yadına sal. Sənin atan
Donenbaydır, Donenbaydır, Donenbaydır. Bu səs hələ çox eşidildi və əsərimizi yadda saxlayan tərcümədir. Azərbaycan da tərcümədir. Tərcümə edən İshaq İbrahimovdur.